Deməli, gəldiniz, çatdınız. Biraz daha asan, əvvəl keçdiyimiz sadə bir mövzuya. Bunlar sifətin müqayisə və üstünlük dərəcələridir. Mən burada bir də əlavə olaraq sizə çoxaltma dərəcəsindən danışacağam. Hansı ki, çox rahat və çox bəsitdir. Heç beyniniz yorulmayacaq. Bunu əgər hansısa dostunuzu gözləyirsizsə, ya da ki, yatacaqsınız birazdan, elə belə açmısınız ki, bir dənə mövzuya baxım, sabahları oturub o haqda dərindən məşğul olaram deyirsinizsə, ya da ki, maşında gedirsiniz, açmısınız elə belə ki, o videoda danışsın, öyrənim onu, ya da avtobusdasınız, hansısa bir ictimai nəqliyyat vasitəsindəsiniz, bir 10-15 dəqiqə vaxtınız var elə belə baxmaq istəyirsiniz. Tam elə bir mövzudur, çünki rahat şəkildə heç beyninizi yormadan başa düşəcəksiniz. Deməli, biz danışmışıq ki, sifətlər var. Good, bad, hot, cold, interesting, beautiful. Bax, bu mövzunun imtahanını verib yalandan keçmisinizsə, qayıdın həmin mövzuya yaxşı-yaxşı baxın. Çünki burada əvvəlki mövzunu bilirsizmişcəsinə danışacağam. O elə nəzərə alıb danışacağam. Bir də mən marker gətirərsən də. Tamam, ona görə lütfən həmin mövzuya qayıdın, təkrar şəkildə baxın. Deməli, dedik ki, müqayisə dərəcəsi var. Müqayisə dərəcəsi daha olduğunu bildirirdi. Yəni, iki şeyi müqayisə edəndə istifadə edirdik ki, mən səndən daha yaxşıyam. Üstünlük dərəcəsi isə ən bizim dilimizdəki, yəni mən ən yaxşıyam. Məsələn, mən ən yaxşı müəlliməm. I am, bax, bu goodun, yaxşının ən yaxşısı olacaqdır. Ya da mən səndən daha yaxşıyam. Bax, bu da yenə yaxşının buradakısı olacaqdır. Və bunlar üç hissəyə bölmüşdük ki, bunlar kökündən dəyişirdilər. Bunlar tək hecalılar idi və bunlar çox hecalılar idi. Demişdik ki, bunlar kökündən dəyişib olur. Better, burada olurdu worse, burada olurdu best, burada olurdu worst. Bunlara artırırdıq, üstünlükdə est artırırdıq. Burada isə more və most əlavə edirdik əvvəllərinə. Üstünlük dərəcəsi həmişə the article ilə işlənirdi əvvəldə bildiyiniz kimi. Və bir də çoxaltma dərəcəsi var. Gətir. Və bir də çoxaltma dərəcəsi var. Bu çoxaltma dərəcəsi isə bir şeyin çox olduğunu bildirir. Baxın, biz bunları danışdıq, müqayisə, üstünlük falan nədir başa düşdünüz. Əgər bir də ora bir toxunuş eləyim. Əgər Azərbaycan dilini ümumiyyətlə başa düşənmirsə ki, bu daha yaxşı nə deməkdir, ən yaxşı nə deməkdir. Ən dediyimiz şeylər, o deməkdir ki, bu artıq sərhəddədir. Məsələn, mən dünyanın ən böyük ölkəsi deyirəmsə, bu deməkdir ondan böyük ölkə yoxdur. Dünyanın ən balaca ölkəsi deyirəmsə, deməli ondan balaca ölkə yoxdur. Ya da müqayisə edirəmsə, bunda artıq iki şeydən söhbət gedir. Deyirəm ki, Azərbaycan digər ölkələrdən daha yaxşıdır. Yəni, görürsünüz, digər ölkələrdən Azərbaycanı müqayisə edim. Azərbaycan is better than other countries deyirəm. Than-lə istifadə edirəm. Bunu zaten əvvəlki mövzumuzda danışmışdıq. Çox nədir? Deyirəm ki, çox yaxşıdır. Məsələn, Azərbaycan çox yaxşıdır. Bu, daha yaxşıdır demirəm, çünki başqa şeylə müqayisə eləmirəm. Ən yaxşı da deyil, misal üçün. Amma deyirəm, çox yaxşıdır. Burada üç sözdən istifadə edə bilərəm. Very, so və to. Deməli, bunlar niyə görə ümumi yazdım? Çünki hamısı üçün eynidir. Burada artıq tək hecalı, çox hecalı, kökündən dəyişən bölünmür. Very o deməkdir ki, bir şey çox yaxşıdır. Very good, very bad, very hot, very cold, very interesting, very beautiful. Bunu biz müsbət mənada da istifadə edə bilərik. Məsələn, deyirəm ki, oh my gosh, she is very hot. Bura çox istidir. Yəni, isti yer axtardım. Gəldim, isti yer tapdım. Qəşəng. Müsbət mənada. Bir də var ki, istəyəm partlayıram, deyirəm, oh my gosh, here is very hot. İntonasiya ilə biraz bildirirəm ki, bu çox istidir və mənfi mənada deyirəm. So-nu biz ancaq müsbət mənada istifadə edirik. Oh, here is so hot. To-nu negativ mənada istifadə edirik. Yəni, to negativ, so müsbət, very həm müsbət, həm mənfi. To o deməkdir ki, bir şey həddindən artıq istidir. Məsələn, deyirəm ki, bir şey bahalı olması mənim üçün xoş bir şey ola bilər. Deyirəm, oh, this car is so expensive. Qəşəng, çox bahalıdır. Bir də var deyirəm ki, this car is too expensive. Yəni, lazım olandan çox-çox bahalıdır. Yəni,
dəyməz də o qiymətə başa düşdünüz. Bəzən to-nu o qədər neqativ eləyirlər ki, onu müsbət mənada istifadə edirlər. Bu isə nədir? Biraz başınızı qarışdırırmış kimi gəlir, amma elə deyil. Baxın, deyirəm ki, məsələn, bir qıza deyə bilərsiniz ya da bir oğlana deyə bilərsiniz ki, you are too handsome. Yəni sən çox yaraşıqlısan da. Yəni pis, o qədər pisdir ki, sənin yəni belə çox yaraşıqlı olmağın kimi müsbət mənada. Ümid edirəm ki, aydın oldu. Yəni bir şey üçün ki, sən dəhşət gözəlsən də. Azərbaycan dilində olan bəzi vulqar sözlər var ki, deyirlər ki, onun zibil kimi pulu var. Bax, o zibil kimi əslində neqativ mənadadır. Deyirsən ki, zibil kimi həyatım var. Bu demək ki, mənfidir. Amma zibil kimi pulu var, mənfinin müsbətidir. Başa düşdünüz? Biraz elədir. Çox da dərinə getməyə ehtiyac yoxdur. Bilin ki, to ilə istifadə edirsə neqativ mənadadır, so ilə istifadə edirsə müsbət mənadadır. Very istifadə edirsə həm müsbət, həm mənfi mənadadır. Növbəti mövzuda görüşəcəyik, amma bunun mütləq praktikalarını eləyin. Özünüzə yaxşı baxın. Hələlik.